İşğaldan azad olunan torpaqlarda həyata keçirilən geniş yerdən qurma işləri ora yeni nəfəs verməyə yanaşı insanların öz ata-baba yurduna qayıtmaq arzusunun gerçəyə çevrilməsə də bir şərait yaradır. Bu dəfəki qayıdışın ünvanı su qovuşandı. Köç karvanı ilə bağlı bizə son məlumatlar əməkdaşımız Şöhrət Eyvazov çatdıracaq. Hər vaxtınız xeyir Şöhrət. Buyurun, siz efirdəsiniz. Salam Ramiz. Bəli, biz su qovuşandayıq. Siz dediğiniz kimi Qarabağa qayıdışın növbəti ünvanındadır. Biz bura gələrkən, Tərtər rayon ərazisindən keçərkən yol boyu növbəti köç karvanına da şahidlik elədik. Artıq burada 20 ailə, indiyə qədər 20 ailə məskunlaşmışsa, indi bugün 54 ailə yenidən bu yaxın dəqiqələrdə belə deyək, burada keçirilən mərasimlərdə evlərinin açarları təqdim ediləcək və 173 nəfər belə deyək, yeni keçmiş məcburi köçkün öz yerlərinə, öz yurtlarına qovuşacaqlar və bir məlumat da vermək istəyirəm ki, İkinci Qarabağ müharibəsinin elə ilk günlərində bu ərazilər azad olunub və adı da öz köhnə adına, su qovuşana, yaxınlıqdakı gölün adı ilə su qovuşana adı da özünə qaytarılıb. Bugünsə soydaşlarımız öz yurtlarına qayıdırlar və qayıdış prosesi davam edəcək. Təşəkkür edirəm Şöhrət. Ukrayna